Monarxiya idarə etmə quruluşuna malik ölkələri öyrənək. Şimali Avropadan Norveç, İsveç, Danimarka, konstitusiyalı monarxiya, Orta Avropadan Böyük Britaniya, Niderland, Belçika, Lüksemburg, Liechtenstein, konstitusiyalı monarxiya, Cənubi Avropadan İspaniya, Andorra, Monako, konstitusiyalı monarxiya, Vatikan isə teokratik monarxiyadır. Asiya baxaq. Cənub-Qərbi Asiyada Küveyt, Yordaniya, konstitusiyalı monarxiya, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Oman, mütləq monarxiya, Səudiyyə Ərəbistan, teokratik monarxiya. Cənubi Asiyadan Butan, konstitusiyalı monarxiya, Cənub-Şərqi Asiyadan Tayland, Kamboca, Malaziya, konstitusiyalı monarxiya, Bruney isə mütləq monarxiyadır. Şərqi Asiyadan Yaponiya, konstitusiyalı monarxiya, Okeaniyadan Tonga, konstitusiyalı monarxiya. Afrikaya baxaq. Şimali Afrikada Mərakeş, konstitusiyalı monarxiya, Cənubi Afrikada Lesotho, Svaziland, konstitusiyalı monarxiya idarə etmə quruluşuna malikdir.